Salam, hörmətli kanal izləyicilərimiz, bu gün Məscid Masazır qəsəbəsində təcil olaraq bir evimizlə satış nəməsi təqdimatını göstərirəm. Evimiz xatırladım ki, şəxsi tikilidir. Ümumilikdə 6-7 otaqla ibarətdir. 4 sot torpaq sahəsi üzərində inşa olunub. Evimiz həm əşyalı, həm də qismən əşyalı satılır. Panoraması birbaşa Duzgölünədir. Villa Badamın yanında yerləşir. Onu da eləyən dəqiqəli göstərsəm mən. Evimiz tam şəraitinə uyğun hazır vəziyyətdədir. Nə baxımda hazır vəziyyətdədir? Yəni, bax, burada sol tərəfində manqalnisidir. Burada stol-stoldur. Orada sol tərəf gəndə stol-stol bisetkasıdır. Evimizin əl qapısı, giriş qapısıdır. Burada həyətində mövcud olan sanitar qovşağıdır. Yəni, evində, torpağında tam mülkiyyət sənədləri qaydasında evimizin, bax, buradan da mən sizə fasad görünüşünü görsün. Belə bir gözəl bir fasad görünüşündədir. Sol tərəfində də gördüyünüz kimi meyvə ağaclarıdır, iri ağaclar damısı, bəhər verən ağaclardır. Gelasını tutmuş, viştəsini tutmuş, cavasını tutmuş, armudunu tutmuş, hamısı burada mövcuddur. Bax, armududur. Bu, baxın, görüm, bu əri oxşayır. Əri ağacıdır, vişnə ağacıdır. Burada gələn də göyçə, alça ağacıdır. Burada da əlavə olaraq sol tərəfində kladovkası var, hörmətli kanal izlədim. Kombinə təsis olunub, belə bir gözəl bir fasad görünüşünə həyəti tamir daşdan döşənilib. Birinci növbədə mən sizə evimizin həyətyan sayəsindən tanış edim. Ondan sonra evimizin ümumi içindən tanış edəcəm sizi. Və buradan giriş darbası bax burada yerləşir. Burada da yəni dekorativ güllər və ağaclar mövcuddur. Burada da yəni gördüyüm gilas ağacıdır, tənəklərdir, cavalısıdır yəni də, sağda da heyvasını atmış, cavasını atmış, tənəklərinə kimi dekorativ ağaclar mövcuddur burada. Və giriş darvazamız bax buradan yerləşir. Çöl qapısını mən göstərəcəm sizə və çölün də görünüşünü göstərdim sizə baxımdan. Birbaşa Duzgölünə yəni də panoramadır və qapısının altında maşın saxlama olur. Buraya isə evimizin kombi otağıdır. Həm kladovka, həm kombi otağıdır. Burada bütün mütkasıdır, aristonudur. Ümumiyyətlə bütün sistem hamısı bax burada yığılıb hazır vəziyyətdə saxlanılıb. Bu da gözəl bir geniş, böyük bir gilas ağacıdır. İndi isə mən sizə çöl darvazanın qarşısını tanış edəcəm sizi. Gördüyünüz kimi sol tərəfdə Villa Badamın sahəsidir. Villalardır burada sol tərəfdə. Buradan da yol asfaltdır, birbaşa Duzgölünə panoramadır. Aspetrolda yaxın yerdə yerləşir hörmətli kanal izləyicilərimiz. İndi isə mən sizi evimizin içinə tanış edəcəm. İnşallah ev olmayan insanlar Allah Taala belə gözəl evlər qismət etsin. Tam yaşayış olan bir yerdir. Burada bütün yaxınlığında hamısı olan villa evlərdir. Burada da torpağın sotu demək olar ki 20-25 min manat civarında qiymətləndirilir. Demək olar ki torpaq burada satışda heç yoxdur. Az bir halda yəni torpaq sahəsi burada satışda olur. Gördüyüm plekan aval belə bir gözəl bir aval plekandır. Ağla ilə üzdənilib. Belə gözəl bir darvası, ev qapısı var. İndi isə daxil olduq evimizin içinə. İnşallah ev olmayan insanlar Allah Taala belə gözəl evlər qismət etsin. Xatırladım ki evimiz həm əşya, həm də qismən əşya satılır. Yəni alıcının öz istəyinasıdır. Burada gördüyünüz kimi giriş hissəsində qardırobdur. Sağda deyəndə paltar üçün şkaf yoldıra bilərsiniz. Elektrik ayrıcıları bütün otaqlar atlerin hamısına gedir. Və buradan ümumi giriş hissəsidir. Sol tərəfdə evimizin mətbəxi. Solda isə bax burada görsəm sanitar qoşağıdır və sanuzel də var burada. Və burada sağda belə bir gözəl bir qonaq otağıdır. İrəli dəqiqədə ətraflı izah edəcəm. Burada da yəni bir yataq otağı var. İndi isə mən başlayım, yəni sizə göstərdim. Bu giriş qapısıdır və burada mətbəxdir. Mətbəx də gördüyünüz kimi yetərincə genişdir. Evin içində yenə də xatırladım, qismi əşyalı qalacaq. Yəni istəyə görə polnu, bütün nə görürsə, xalçasına kimi hamısı evin içində qala bilər. Burada da uqlava, kreso divan yığılıb burada. Rahatsızla burada nahal edə bilərsiniz. Burada 1, 2, 3 dənə pəncərədir. Hər biri də açılır. Hörmətli kanalcığım, bərəşotka ilə təsis olunub, bahalı plastiklərdən təsis olunub. Belə bir gözəl bir evimizin mətbəxi var. Və burada damofondur, işlək vəziyyətdədir. Mərtəbə arası manat betondur, hörmətli kanal izləyicilərimiz. Buraya isə evimizin qonaq otağıdır. Belə bir gözəl bir qonaq otağı mövcuddur burada. Əsl yaşamalı yerdir. Ekoloji cəhətdən havası çox gözəldir. Nəymişkənlik olmayan yerdir bura. Burada da 1, 2, 3 dənə pəncərədə hər biri açılır və kombisi işlək vəziyyətdə kondisionerlər də gördüyünüz kimi bütün otaqlarda kondisioner mövcuddur, televizor da burada mövcuddur. Yəni istəyək yox, bütün bu əşyalar da qala bilər. Buradan da bir dənə pəncərəsi birbaşa darvasına, həyətinə baxır. Evimizdə kərpiç istifadə olunmuyor, 4 dövrəmi qoşa daşla. Ondan da sabah xatırladım ki, evimiz tinlərdən də kolonlarla inşa olunub. Buraya isə evimizin sanitar qoşu yuxarı asma tavanla təsis olunub. Və burada sağ tərəfdə yəni sanuz elimidir, yeri istip oldu. Orada duş kabinadır, hamısı işlək vəziyyətdə hörmətli kanal izləyicilərimiz. Və burada evimizin
bir yataq otağıdır, aşağıda yataq otağıdır. Pol isə keçmə pol taxtasıdır. Buradan da pəncərəsi birbaşa öz həyətinə baxır. Kombis işləh vəziyyətdədir. Qiymət sörbəti kanal izləyəcəm 200 min manata satışa çıxır, ipoteka yararlıdır. Sözsüz ki, real alıcılarına endirim olunacaq. Burada plekanın altına gələn də kladovka kimi istifadə olunur və ondan sonra plekamız manat betonun üstü təmiz qoz ağacı ilə üzdənilib məzərlərinə kimi. Əgər bank sizə kredit ayırıbsa, yəni bankla da evimizi əldə edə bilərsiniz, ala bilərsiniz. İkinci mərtəbədə isə, yəni buradan da mən sizə görsədim, plekanlar çox rahat plekanlardır. Plekan var ki, adamı yorub, plekan var ki, adamı çox rahat qalxıb düşmək olur. İkinci mərtəbədə belə bir geniş bir koridordur. 52 metr enində koridordur və burada da sol tərəfdə belə bir gözəl bir yataq otağıdır. Üstünlər kimi olub, pəncərəsi birbaşa öz həyətinə baxır və buradan da görə bilərsiniz ki, villa badamın həyətidir. Bax, bu gördük, bu villalar hamısı villa badamın həyətidir. Yəni burada ümumiyyətlə bahadır. Həm torpaq sahəsi, həm evlər də bahadır burada. Və burada ikinci mərtəbənin sanitar qovşağıdır. Yeri stipolla təsis olunub. Yuxarısı asma tavan dörməti kanal vəzərimiz. Belə bir gözəl sanuzeli burada mövcuddur. Pəncərə düşən tərəfdə, düşməyən tərəfdə hamısı qoşa daşla inşa olunub. Və solda yenə də bir yataq otağıdır. Bax, belə bir uşaqlar üçün nəzərdə tutulmuş yataq otağı 3D abonela kimi vurulub burada. Pəncərəsi yenə də bir daha xatırladım. Öz həyətinə baxır. Və ondan da savayı manatın üstündən gördüyünüz kimi keçmə pol vurulub burada. Və kolonlarla dikilib evimiz. Burası ən böyük yataq otaqlarından biridir. Belə bir gözəl bir yataq otağıdır. Bütün otaqlarda olduğu kimi bu otağımızda da kondisiyner xətti buraxılıb. Buradan da görsədim sizə, bax, birbaşa həyətinə baxır. Tam yaşayış olan bir yerdir, villadır. Duz gölünə birbaşa panoramadır. Qiymət bir daha xatırladım, 200 min manata satışa çıxıb, sözsüz ki, real alıcıların endirimi olacaq. Evimiz həm qismən əşya satır, həm də polnu gördüyünüz bütün əşyalarla birlikdə satılır. Xalça palazından tutmuş bütün hər bir şeyinə kimi. Burada da 1, 2, 3 dənə pəncərəsi hamısı da açılır. Birbaşa Duz gölünə panoramadır. İndi isə mən sizə balkon ilə tanış edəcəm. İnşallah ev olmayan insanlar Allah Teala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbəsi tanış ola bilərsiniz. Ən gözəl üstün izahəti odur ki, balkonu çox genişdir. Hörmətli kanal izləyicilərim, niyə görüb balkonu çox genişdir? Yəni yay ayında burada da stol-stolunuzu qoyub rahatsızla burada istirahat edə bilərsiniz. Buradan birbaşa Duz gölünü gördüyünüz kimi panoramadır. Tam yaşayış olan bir yerdir. Burada sol tərəfdə gördüyünüz kimi villa badamdır. Əlavə məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz. Yoluna kimi asfaltdır. Çox super bir yerdə yerləşir evimiz.